Azərbaycan dövlətinin qarşısında duran əsas hədəflərdən biri yenidən vətəndaşlarımızı Qarabağa qaytarmaq və oranı cənnətə çevirməkdir. Bu sözləri Asan Radioya müsahibəsində deputat Asim Mollazadə dedi. Bu istiqamətdə əsas işlər infrastrukturun bərpasında, yolların yenidən çəkilib və demək olar ki, Azərbaycanın mədəni paytaxtı Şuşaya gedən yol, Şuşanı xarici qonaqlarla daha rahat əlaqələndirmək üçün Füzuli rayonunda yeni beynəlxalq aeroportun inşası hədəfi durur. Mən əminəm ki, Azərbaycan dövləti bütün bu işlərin öhdəsindən gələcək. Çünki Azərbaycan xalqının iradəsi bunu təqdim edir. Azərbaycan xalqı öz mədəni mərkəzinə yenidən qayıdaraq bu bölgəni cənnətə çevirə biləcək.